Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ölkədə fəaliyyət göstərən bütün sığınacaqlar dövlətin nəzarətinə verilməlidir. Xəbər verilir ki, bu sözləri tanınmış teleaparıcı, əməkdar jurnalist Xoşqədəm Hidayət qızı Səni axtarıram verilişində deyib. Teleaparıcı qeyd edib ki, dövlətimizin bunun üçün hər cür şəraiti var. Azərbaycanda Sosial Xidmətlər Agentliyi tərəfindən həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisələri fəaliyyət göstərir. Orada vətəndaşlarımız üçün hər cür şərait yaradılıb. Bu səbəbdən də düşünürəm ki, bütün sığınacaqlar dövlətin nəzarətində olmalıdır.